Baxın, görürsünüz, reklamın biri qutarır, biri başlayır. Saniyələr gedir, altda da reklam. Bəs bunu necə dayandırmaq olar? Bu barədə bir video paylaşmışdım. Görürəm ki, rəylər gəlir, çox adam başa düşmür. Yəni nə qədər açıq izah edirəm. İndi yenə də görürəm başa düşməyən insanlar var. İndi yenə təkrar bir video paylaşıram bu barədə. Görürsünüz, internet Wi-Fi açıqdır. Wi-Fi açıq olan kimi də başlayır reklamlar gəlməyə. Bu reklamları biz necə təmizləyəcəyik? İndi videonun sona kimi izləyin, siz də baxın. Bunun üçün telefon ayarlarına giririk. Bu Redmi-dir, Samsung-dur, fərqi yoxdur. Bax, görürsünüz, yenə gəlir. Və bizdən biz iş görə bilmirik. Nə edirik bunun üçün? Baxın, ayarlar, internet açıqdır, saniyələr gedir. Bunun üçün dostlar, belə işlədə bilməyəsiniz. Bunun üçün ilk öncə Wi-Fi bağlamalıyıq. Wi-Fi bağlayırıq ki, reklam gəlməsin, işimizi rahat görək. Wi-Fi'mizi bağladık. Wi-Fi'mizi indi giririk telefon ayarlarına. Telefon ayarlarına giririk buradan. Və bu Samsung'dur. Mən Samsung üzərindən indi göstərim. Əvvəl Honor üzərindən göstərmişdim. Buradan gördüyünüz kimi Azərbaycan dilindədir. Buradan gəlirsiniz bu qaydada. Bax, yenə gəlir. Çünki təzə bağlamışıq reklamı. Buradan belə edirik. Ayarlar bölməsi. Ayarlar bölməsinə. Buradan biz nəyi tapırıq? Proqramlar bölməsini tapırıq. Bu proqramlar bölməsinə giririk. Bu virus necə düşür? Bu virus oyun yükləyəndə ən çox düşür. Bir də internetə girəndə. Yəni browserdən istifadə edəndə, Google-a girəndə. Və biz bilmirik hardan gəlir, necə gəlir. Onun üçün biz burada özümüzə şübhəli olan proqramları silməliyik. Və silmə qaydasını mən sizə göstərim. Bura giririk. Buradan gəlirik aşağı. Ehtiyat. Ehtiyat bölməsi var. Bunun üstündən klikləyirik. Gördüyünüz kimi burada keş təmizlə, məlumatları sil. Bu qaydada. Burada bu proqramı sil yoxdur. Çünki bu proqram zavoskoy proqramdır. Yəni ki, zavod proqramıdır bu, belə deyək. Bunu silmək olmur. Ancaq sonradan yüklənilən proqramlarda sil gəlir. Bunun üstünə klik edirik. Görürsünüz, burada quraşdırmanı ləğv etdir. Bunu silirik. Reklam birbaşa gəlmir. Hər hansısa bir proqramın içində gəlir bu. Misal üçün, bir bank buna ehtiyac yoxdur. Bunların içində gəlmir. Bu aydındır. Upload, misal üçün, bunun giririk. Hər ehtimala bunu da yaddaşını təmizlik. Bu zavoskoy olduğu üçün yenə deyirəm, bu silmək olmur. Bunun üçün də ehtiyata girib, keşi təmizlə, məlumatları sil. Buradan heç bir məlumatınız silmir. Narahat olmayın. Həmin proqramın deyək ki, bazası silinir içindən. Güncələmə gəlir, artır və s. və ilaxır. Və burada cəld paylaşılmaq belə. Yenə həminki qaydada. Silirik. Ehtiyat. Hamısının ehtiyatına giririk. Məlumatları sil, təmizlə. Və sildikcə də öz yaddaşı azalır buradan. Buradan bunu təmizlədik. Yenə həminki qaydada gəlirik. Xromları mütləq təmizləyirik. Bəzən xromun içində də gələ bilir. Buradan yenə ehtiyat deyirik, keş deyirik, yaddaşı idarə et. Buradan yuxarı qalxır. Burada biraz fərqli şəkildə gəlir. Amma yenə yuxarı qalxanda bütün datanı sil var. Bunun üstünə basıb, ok verib silirik. Yenə eyni qaydada qaydırıq geri. Buradan baxırıq. Misal üçün, burada görürsünüz, devre dışı buraxıblar. Yəni ki, qeyri-aktiv ediblər. Bu mənasız bir şeydir. Əgər bu proqramın içində reklam gəlibsə, bunu qeyri-aktiv eləmənin bir mənası yoxdur. Həmin reklam yenə oradan gələcək. Yenə ehtiyat səsi. Video axıra kimi baxın ki, baxın, gördünüz, bunu silməyə ehtiyac yoxdur. Bu zaten təmizdir. Çünki heç bir güncələmə gəlməyibdir. Yenə buradan qaytarırıq. Burada baxırıq. Game Launcher. Misal üçün, bax, bu da oyun proqramıdır. Bunu gəldik. Bunu silə bilmiriksə, ehtiyata giririk. Ehtiyatdan keş təmizlə veririk. Yenə eyni qaydada məlumatları sil veririk. Və yenə geri qaydırıq. Baxırıq, görək yenə kimsə, uşaqlardan kimsə oyun yükləyibmi? Browserlərdə təmizləyək. Ehtiyat, keş təmizlə. Diqqətlə baxın axıra kimi. Yoxsa sonra geri yazmayın. Və yazın, rəylərdə yazın. Yenə problem yoxdur. Yəni kömək eləyərəm. Əgər silinə bilməyən proqramların, data məlumatlarını silin. Buradan Google fotoya dəymirik. Çünki bunun içində şəkillər ola bilər. Bulay, nəsə, hava durumu, hava proqnozu. Gördüyünüz kimi, öz orijinal hava proqnozu var burada. Əlavə yüklənilib. Bunun içində də reklam gələ bilər. Neynirik? Bunu buradan silirik. Quraşdırmanı ləğv elə, ok veririk. Bu proqramı buradan silirik. Bir də onu deyim ki, bunların hamısını elədikdən sonra, hər şeyi sildiyinizdən əmin olduqdan sonra yenə reklam gəlirsə,
Axırıncı variant telefon format olunmalıdır. İndi aşağıdan gələk, YouTube-əni təmizləyirik hər ehtimala qarşı. Yenə də deyirəm, bunların hamısını elədikdən sonra yenə reklam gəlirsə, telefonu format atın. Yoxsa birbaşa götürüb telefonu format atıb içindəki məlumatları silməyin. Çünki telefonu format atanda özünüz bilirsiniz ki, problem olur. Sizə lazım olan şeylər deyək, orada qalmır. TikTok Lite-a dəymirik. Ehtiyaca yoxdur. Gəlirik, misal üçün SnapTube, Snapchat. Bunları da buradan silək. SnapTube-ni silək, Snapchat-a dəyməyək. Çünki Snapchat-da yəqin ki, şəkillər ola bilər. Yəni, çalışırıq ki, müştərinin şəxsi məlumatları silinməsin. Lazım olan məlumatlar. İndi boş-boş proqramlar silinməkdən heç nə olmaz. İndi mən niyə aşağıdan başlayıram? Prosto bir cərəgədən də getmək olar. Prosto mən sizə göstərmək üçün edirəm bunu. Yəni, videom çox uzanmasın deyə. Gördüyünüz kimi bu qaydada silirik. Özümüzün xoşuna gəlməyən şeylər varsa burada. Misal üçün, bu nədir? Telefon öz radno proqramıdır bu. O silinmədiyi üçün ehtiyatdan silirik. Təmizdir burası. Təmizləməyə ehtiyac yoxdur gördüyünüz kimi. Təmizlə olanda o açıq rəng olur, belə deyək. Və burada Game Launcher-i silmişik biz bunu. Sonra yenə gəlirik bu qaydada dostlar. Bax, bizə məlum olmayan musiqi, misal üçün. Bunu silirik buradan. Bunu silməklə içindəki musiqilər silinmir. Sadəcə proqramı silmiş oluruq. Çünki bu proqram da sonradan yüklənilən proqramdır. Xoşumuza gəlməyən proqramlar. Bunların da içində reklamlar olur. Və yenə eyni qaydada Netflix özünün radno proqramıdır. Baxırıq. Bu Samsungda göstərdim. Əvvəl mən Honor'da göstərmişdim dostlar. Və bu qaydada bizə lazım olmayan proqramlar silindi. İndi nə edirik? İnterneti təkrar açırıq. Görək həqiqətən də viruslar təmizləndimi? Bu qədər sadə dostlar. Yəni videom faydalı olsa bəyənməyi və mənə dəstək olmaq üçün kanalıma da abunə olmağı unutmayın ki, belə faydalı videoları yükləyəndə siz də qaçırmayasınız. Əlavə suallarınız varsa aşağıda rəy bölməsində də yazın. İndi biz interneti açaq. Wi-Fi-mızı açırıq. Və gördüyünüz kimi yenə reklam gəldi. Yenə reklam gəlirsə axırıncı variant telefonu format atmalıyıq. Telefonu necə format atırıq, onu da deyim mən sizə. Telefonu format atmaq üçün Samsunglarda ümumi idarə etmə giririk. İlk öncə sizə lazım olan məlumatları, şəkilləri, videoları onu başqa telefona atırsınız və yaxud da karta atırsınız. Siz ümumi idarə etmə ümumi idarə etmədən sıfırla bölməsi var. Ən aşağıda sıfırlarını verirsiniz. Buradan fabrika ayarlarına sıfırla var. Bunun üstündən belə basırsınız. Basdıqdan sonra əgər kod varsa sizdən kod istəyir. Yoxdursa sıfırla verirsiniz. Hər şey silinir. Və istəyirsiniz ki, kontaktları necə geri silmək, başqa telefona köçürmək olar. Çox rahatdır. Burada kontakt işarəsini basırsınız. Bu qaydada. Kontakt işarəsini basdıqdan sonra üstünə basıb saxlayırsınız bu qaydada. Və deyir ki, hamısını seç. Hamısını seçdikdən sonra burada imkan verməz. Hamısını seçdikdən sonra paylaş bölməsi var. Paylaş bölməsini basırsınız. Paylaş bölməsini basdıqdan sonra bu qaydada gördüyünüz kimi bunu basırıq. Burada Bluetooth var. Bluetooth bölməsini seçirik. Və Bluetooth bölməsini seçdikdən sonra göndər var. Göndər verirsiniz, başqa telefona göndərirsiniz. Sonra telefonu format elədikdən sonra təzədən bu telefona göndərirsiniz və bütün kontaktlarınız, yəni Gmail-də olan, telefonda olan bütün kontaktlar gəlir, düşür ora. Bu qədər sadə dostlar. Yenə də kiməsə nəsə qaranlıq qalsa, rəy bölməsində yazın, mümkün qədər sizə dəstək olaram. Sağ olun, salamat qalın, növbəti videoda. Görüşərik.